Xoş gördük müəllimlər. Hər birinizi salamlayıram. Mən kurikulum təlimçisi Xalidə Əbizzadə. Metodika çərçivəsinə əlavə olunan, həmçinin təkmilləşdirilən mövzular haqqında sizə məlumat verəcəm. Amma məlumat vermədən öncə nəzərinizə çatdırım ki, kanalımıza abunə olmağı, bildirimləri açıq saxlamağı unutmayın ki, yeniliklərdən daim xəbərdar olasınız. Deməli, SWOT analizi təlim strategiyalarına əlavə olunub bu ildən. SWOT analizindən əlavə olaraq təlim strategiyaları özü də bu ildən 3 qrupa ayrılıblar. Düzdür, biz bunları onsuz da bilirdik, amma yenə də 3 qrup olaraq qruplaşıblar. Birinci qrup analitik strategiyalar adlanır. İkinci qrup əməkdaşlıq və kommunikasiya strategiyalarıdır. Üçüncü qrup isə refleksiya strategiyalarıdır. SWOT analizi də analitik strategiyalar qrupuna deməli əlavə olunub. Analitik strategiyalar odur ki, şagird mövzunu hissələrə ayırır və sonra araşdırma aparır. Mütləq hissələrə ayırır, analiz edir, analitik. Təhlil edir, analiz edir. SWOT analizi də deməli 4 hərfdən ibarət bir sözdür. Hər hərf ingilis dilində bir sözün baş hərfidir. Məsəl üçün SWOT, strengths, yəni güclü tərəflər deməkdir. Weaknesses, ikinci hərf zəif tərəflər deməkdir. Opportunities, imkanlar deməkdir. Threats, risklər deməkdir. İndi düzgün tələffüz etməyə bilərəm. İngilis dil müəllimləri üzrlü hesab eləsin. Bu sözlər bizə lazım deyil. Bizə sadəcə üsulun adı lazımdır və mənası lazımdır. Yəni şagird mövzunun həm güclü tərəflərini, həm zəif tərəfini, həm imkanlarını, həm də risklərini deməli təhlil edir, araşdırır. Hissələrə ayırır da mövzunu. Deyək ki, bir mövzu veririk şagirdlərə ki, distant təhsil. Distant təhsilin güclü tərəfləri nədir, zəif tərəfləri nədir? İmkanları nədir, riskləri nədir? Şagird deyər ki, güclü tərəfi odur ki, yəni distant təhsil, onlayn təhsildə də oturduğumuz yerimizdə, evimizdə dərsə qoşuluruq, təhsil alırıq. Bu onun güclü tərəfidir. Zəif tərəfi ola bilər ki, bəzən internetdə hansı problem yaşaya bilərik. Bu onun zəif tərəfi ola bilər. İmkanları nədir? Şagird daha çox yeni texnologiyaları öyrənir, tətbiq etməyi bilir, proqramlarla işləyir. Daha çox resurslardan istifadə edir bir sözlə. Riskləri nə ola bilər? Yəni, sosial artıq biz ünsiyyətə burada az vaxt ayırırıq distant təhsildə. Bu da onun riski ola bilər. Gördüyümüz kimi bir mövzunu şagird 4 hissəyə ayırdı, hər birini təhlil etdi. Bu da oldu nə? SWOT analizindən istifadə etmə qaydası. Yəni, üsulun məqsədi, yəni mahiyyəti bundan ibarətdir. Şagirdə bir mövzu veririk, şagird onu 4 tərəfdən araşdırır. Güclü tərəflərin, zəif tərəflərin, imkanların və risklərin qeyd edir. İndi SWOT analizi üsulu haqqında bu qədər. Növbəti izahlarda mən digər yeniliklər haqqında da sizə məlumat verəcəm. Ona görə də kanalımıza abunə olmağı unutmayın. Razı qalsaz da, qalmasaz da fikirlərinizi də bildirməyi, bölüşməyi unutmayın. Sağ olun müəllimlər, özünüzə yaxşı baxın.